Kalsium insan orqanizmi üçün həyati vacib minerallardan biridir və xüsusilə uşaqlarda düzgün böyümə və inkişaf üçün əvəzolunmaz rol oynayır. Onun əsas funksiyalarından biri sümüklərin və dişlərin möhkəmliyini təmin etməkdir. Uşaqlıq dövründə skeletin formalaşması sürətli baş verir. Bu mərhələdə kalsium çatışmazlığı sümüklərin zəifliyinə və gələcəkdə osteoporoz riskinə səbəb ola bilər. Bundan əlavə, kalsium əzələ fəaliyyəti, sinir impulslarının ötürülməsi, qan laxtalanması və hüceyrə funksiyalarının tənzimləməsi üçün olduqca vacibdir. Bəs kalsiumla zəngin qida mənbələri hansılardır? Süd və süd məhsulları, yumurta, tünd yaşıl yarpaqlı tərəvəzlər, balıq və dəniz məhsulları, badam və digər dənli bitkilər. Məktəbəqədər uşaqlar üçün gündəlik tövsiyə olunan kalsium miqdarı 500-700 mg arasında dəyişir. Bu səbəbdən məktəbəqədər olan dövrdə uşaqlara kalsiumun əsas mənbələri olan süd, pendir, qatıq və kəsmik kimi süd məhsullarını gündə 2-3 porsiya miqdarında istehlak etmək tövsiyə olunur.